Müqəddəs kitabda adı keçən və haram sayılan heyvanlar hansılardır? Gəlin baxaq görək əhalimiz bu barədə nə düşünür? Sümüksüz balıqlardır, iri. Sonra donuz ətidir, qeyri-heyvan ətləridir. Başa düşürsənmi? Donuz atıdır, at əti, ta eşşək deyirlər, onun ətini gətirib satırlar, heç kəs bilmir, sonra görürsən, verəylər televizora. Nə qədər at əti görürsən. Bildiyim qədər dəvədir, donuzdur, sonra dovşandır. Hər hansısa yəqin dəniz məhsulları haramdır mən biləni. Bəzi balıqlar haram olur, hansı ki pulsuz balıq deyirlər də onlara. Mən ruski bilirəm ki, şuya olmayan deyirlər ona, sən bilirsən yəqin. Yəni ki, bəzən onlara ən çox deyirlər ki, onlar haramdır. Которые употребляют в пищу, это свинина, кролик, да, потом из рыбы тоже, которая без чешуи. Но это я узнала, когда пришла к Богу. Əvvəllər yerdim, indi daha yemirəm. Sala. Sala kimi tanınan, donuz ətindən yağdır da, donmuş halda, duzlu olur, dadlı olur. Yəni əvvəl istifadə edirdim, sonra istifadəni buraxdım. Yox, yeməmişəm, eşitmişəm orada. Abıçəklərdən, axşaqlardan. Valla, mən kənddə olmuşam, mən burada olmamışam, mən elə şeyyəm. Mənim şəhətdə heyvanımız olub, onunla mən burada olmamışam. İndi ola bilsin, buradakılar yer, mən yox. До этого я не знала, и я ела это. Свинью, кролика. Əslində mən keçmişdə yemişəm, amma bilməyib yemişəm. O dovşan əti olub, krevetka olub, dəniz məhsulu olub, sonra nə? Donuz əti də yemişəm. Mən əslində yox, çünki imanlı ailədə böyümüşəm və kəlamda necə yazılmışdı, mən onu bilirdim deyə heç vaxt bunun ecdadına da baxmamışam. Məcbur yedirdilər. Yedirdiniz. Əskərə getmişik, də Rusiyada qulluq eləmişik. Ora görə biz bəlkə nə bilim, donuz əti də veriblər, at əti də veriblər. Bəlkə belə şeylər olub amma bilməmişik də. Bilməməkdən bu şey yemişik. Həm tibbi, həm də Allahın buyurduğu şeylər hamısı tibbi baxımdan da özün doğruldur. Yəni düşünürəm ki, qaydalarda yazılıb ki, olmaz. Yəni belə deyək də, müqəddəs kitabda yazılıb olmaz deyə mən də riayət edirəm o qaydaya, istifadə eləmirəm. Müsəlmanlığa olmaz axı, bizim dinimizə yaraşmır. İslam dinidir. Biz harami mundar yemək olmaz. Ну, потому что написано в Библии, я почитала, я поняла, что это вредит моему и физическому, и духовному здоровью. Главное послушание Богу это. İndi yeməməyimin səbəbi odur ki, Allah buyurub ki, ancaq təmiz yeməklərdən qidalanın, təmiz yeməklərdən qidalanın və həyatımıza necə deyim, düzgün qidalanmaq lazımdır. Bədəninizə ziyan etməyin. Bəli. Bəs sən bu barədə nə düşünürsən? Fikirlərini bizə rəylərdə bildir və kanalımıza abunə olmağı unutma.